Efirimiz davam edir. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva'nın işğaldan azad edilmiş Şuşa, Xocalı və Ağdama növbəti səfəri həmin bölgələrdə bərpa və quruculuq işlərinin planlı və ardıcıl şəkildə davam etdirilməsinə həyata keçirildiyini nümayiş etdirir. Eyni zamanda Qafqazın Xirosiması adlandırılan Ağdamda yenidən qurulur. Elə biz də studiyamızda həm bu səfər barədə, həm də Ağdam barədə danışacağıq. Qonağım hərbi ekspert Sadir Məmmədovdur. Sadir müəllim, xoş gördük sizi və siz özünüz də cənab prezidentlə həmin görüşdə idiniz, siz də orada iştirak edirdiniz. Elə öncə başlayaq bu görüşlə bağlı sizin təəssüratlarınızı eşidək. Mənim təəssüratlarım çox yüksək. Mən də hətta sırağa gün orada görüşdən sonra sanki bir yenidən doğulmuşam. Ağdamda möhtərəm prezidentimiz həmən günü 3 nöqtədə açılış elədi. Həm dəmir yol, həm Kəngərli kəndinin əhalisinin köçürülməsi, eləcə də Ağdamda Muğam evinin açılışında həmən konsertdə də iştirak elədik. İctimaiyyət nümayəndələri ilə. Böyle bir təntənə vardı. Mən özüm də istəyirdim ki, görüşəm, bir şəkil çəkdirəm. Əhali da imkan olmadı. Çünki mənim xoş təəssüratlarım var Ulu Öndər haqqında. Hələ mən Moskvada oxuyanda. Onu heç kimə demirəm. Deyirəm, nə vaxt görüşsəm, o vaxt deyəcəm. Gözəl bir Muğam evi tikilib. Çox gözəl, Bakıdakından da gözəl. Ağdama baxırsan, çox yüksək dirçəliş gedir. Mən 2020-ci ildə Ağdamda olanda təsəvvür eləmirdim ki, bu qədər iş görülə bilər. Çox sürətlənibdir. Yəni xarabalığa çevrilən ərazilər qısa müddət ərzində quruldu. Qısa müddət ərzində. Oteldə, Ağdam oteldə qaldım. 5 ulduz oteldir, çox yüksək səviyyədə, yaxşı xidmət elədilər. Və bu işdə Ağdam İcra Hakimiyyətinin əməkdaşlarım və icra başçısını mən çox tərifləyirəm. Nəyə görə? Çünki çox böyük diqqət vardı. 120 nəfərdən artıq sakini axşam şam yeməyi, sonra oranın nümayəndəliyi var Emin müəllim, onun əməkdaşı var Qasım müəllim, Ağdam İcra Hakimiyyətindən nümayəndə Xəqani müəllim. O qədər diqqətinə sanki bir uşaq bağçasını köçürürdülər, sakinləri ilə qoruyurdular, səhiyyə işçiləri Ağdamda. Və gəldik, girdik Ağdama, mən gecə baxdım ki, işıqlar yanır, binalar mövcuddur və səhər açılışda da çox möhkəm bir təntənə əhali, çox yüksək, halal olsun. Bax, deyirəm, bu nətər ola bilər, bu yuxu kimi bir şeydir ki, Ağdam o vəziyyətdən çıxa bilir. Və Kəngərli, Xıdırlı və eyni zamanda Sarıcalı kətləri Ağdamda ən böyük kətlərdir. Orada evlər, Xıdırlı hazırdır, Sarıcalı hazırdır. Kəngəridə köçürmə oldu. Bilirsiniz, Ağdam 150 min qaçqın veribdir. Ağdamın 1988-ci ildə 194 min əhalisi olubdur. Ağdam veribdir, indi orada statistikada yazır ki, 5900 nə qədər qaçqın, amma Ağdamda 10 mindən çox olub. Ümumi, həmən 1-ci Qarabağ döyüşü müddətində Ağdamda şəhidlərin sayının 72%-ni Ağdam təşkil edir. 72%. Mən rayon saya bilərəm. Ağdam çox döyüşdü. 24 iyul 1923-cü ildə axırıncı döyüş günü oldu. Yəni Ağdam bugün dirçəlir. Ağdam böyüyür, Ağdam gözəlləşir. Ağdama mən bu dəqiqə gedib işləyərəm orada. Çünki mənim özümə orada tikinti işləri, orada nümayəndəlik yaxşı işləyir. Polis çox dəqiq işləyir. Ağdam polisi mən gördüm çox dəqiq postlarda, sonra əhalinin təhlükəsizliyin təmin olunmasında, xalqın arasında hiss olunur ki, burada böyük bir təşkilatçılıq var. O da ki, yəqin ki, həmən Ağdamdakı nümayəndəliyin fəaliyyətidir və icra hakimiyyətinin fəaliyyətidir. Çox gözəl, çox yaxşı. Və bilirsiniz ki, Sadir müəllim, ermənilər tərəfindən Ağdam elə bir vəziyyətə salınmışdı ki, hətta biz ora Qafqazın Xirosiması yəni adlandırırıq. Cənab prezident də dəfələrlə öz çıxışlarında bu barədə xüsusilə danışıb. Yəni erməni vandallığının bariz nümunəsi ortaya qoyulmuşdu. Və siz qeyd elədiniz ki, 2020-ci ildə siz İlk dəfə gedəndə, bəli, Ağdamı təsəvvür eləmirdim ki, həmin yer. Çünki Ağdamda o qədər səngərlər qazıblar, evləri söndəriblər hamısını. Bizim dilimizdə kəlafa deyir, dərə deyir. Oranı düzəltmək, planirovka eləmək, təzədən o tikintiləri aparmaq, sənaye obyektlərinin tikilməsi, otelin gözəlliyi, Muğam evindəki daha gözəl. Meçidimiz ilk də, orada möhtərəm prezidentimizin çıxışı bir proqram oldu əhaliyə. İstərdim o çıxış barədə də
danışaq. Çünki cənab prezident çıxışında çox mühüm məsələlərə toxundu. Ya erməni vandalizmdən tutmuş, bugünkü qurulan, abadlaşan bizim işğaldan azad olunmuş bölgələrimizə qədər. Möhtərəm prezidentimiz çox dönə-dönə qeyd elədi ki, baxmayaraq ki, ermənilərin böyük havadarları var idi, biz öz iradımızdan dönmədik. Və onlar, hətta bu fikir verin, möhtərəm prezidentimiz bugünkü günü, həmən günü ümumilli liderin ad gününə həsr olunmuş açılışlarıdır. Görün, hansı kətlər açıldı? Xıdırlı əskərlərlə birbaşa sərhədidir, Şahbulağın ətəyində. Sarcalı və Kəngərli kətləri, eyni zamanda dəmir yol stansiyası. Bu hamısı ümumilli liderin ad gününə həsr olunmuşdu və prezidentimiz orada dedi ki, fikir verin ki, ermənilər öz havadarlarına arxain idilər. Lakin biz buna məhəl qoymadıq. O da onun böyüklüyüdür, onun sərkərdəliyidir. Möhtərəm prezidentin hünəri idi bu. Bilirsiniz, Ağdam özü 8 min, 10 min il bundan əvvəl insan məskəni olubdur. Ağdamın özü. Ağdam çox dəyərli şəhərdir. Çünki bütün Qarabağın dayağı, dayanacağı Ağdamıdır. Ağdamın gözəlliyi özünə qayıdır. Bunu da hamısını eləyən möhtərəm prezidentimizdir. Bu da ulu öndərimizin vəsiyyətidir, ulu öndərimizin arzusuydu, ulu öndərimizin qoyduğu o iqtisadiyyatıdır ki, hansı ki, həm hərbimiz gücləndi, həm iqtisadiyyatımız qalxdı. Bütün bunun kökündə də duran həmən ulu öndərin o vaxt qəbul elədiyi qərarlardır. Onun haqqında mənim də ulu öndərinə bir-iki təmasım olub, heç kim bilmir. Onu istəyirəm, görüşəndə bir də deyim. İnşallah. Sadir müəllim, istərdim 1993-cü ilə qayıdaq, həm də o 1990-cı illərin o gərginliyi, gərgin siyasi ab-havası və bildiyiniz kimi hərbi vəziyyətin gərgin olması və bütün bunlar həm də Ağdamın, belə deyək, işğalına gətirib çıxardı. Və həmin dövrləri necə xatırlayırsınız? Həmin dövrləri mən xatırlayıram ki, Ağdamda o vaxtları döyüşən 5 böyük dəstə var idi. Mən bunu dəfələrlə qeyd edirəm. Orada Firid Asifidir, Allah verdi Bağırov, Şirin Mirzeyev, Gerqal Ərşad, Qatır Məmməd. Bax, bu dəstələri yığıb bir yerə, bir ordu şəklində və eyni zamanda 24 rayondan ibarət bir Qarabağ idarəsi yaratmışdılar, polis. O vaxtlar onları bir yerə toparlayıb bir başçı irəli çəkən olmadı. Bilirsiniz, o vaxt vilayət ləğv oldu da, bilirsiniz, 27-si noyabr 91-ci ildə. Bundan sonra yığan olmadı və ermənilər bundan istifadə elədi, yaranmış vəziyyətdən Ağdam alınmaz qalıydı. Ağdam ilk şəhid verir. 1988-ci ildə əhali gedirdi. Əgər əhali hətta piyada yeriyib geçsəydi, orada bir dənə erməni qalmazdı. Bilirsiniz, bu yuxarıdan, yəni mərkəzdən, Rusiya tərəfdən də o vaxt istəyir idi də. Onların rəhbərliyi ilə, havadarları ilə, Qərbin havadarlığı ilə ermənilər Ağdamı işğal eləyə bildilər. Mənə elə gəlir ki, Ağdamın işğalı Qarabağın işğalı deməkdir. Və ona görə də biz ora həm də xarabalığa çevrildik. Xarabalığa çevirdilər sözdür. Bir dənə ağac qalmayıb. Bizim həyətimizdə o qədər xan çinarı var idi, böyük. Bir dənəsi tapılmır. Bilirsiniz, hətta istiqamət götürmək ki, burada hansı ev olub, hansı meçidi bərpa edəndən sonra bir də o dram teatr deyirdi Ağdamda, onun divarları qalıbdı. Ondan sonra biraz istiqamət götürürsən ki, hansı küçə hardadır. Amma indi elə bərpa olunur. Tanıya bildinizmi Sadir müəllim? Küçələri, evinizi? Evimizin yeri müəyyənləşdirdim. Və eyni zamanda bizim kənddə də Dədə-Baba evimiz var idi. O yerlə yeksən, elə bil ki, bir maşın çınqıl töymüsən. Bütün evlər bu gündədir. Ermənilərin torpağı, prezidentimiz çox gözəl qeyd elədi ki, onlar buranın yiyəsi deyildi, bizik buranın yiyəsi. Ona görə onlar talançıdır, biz bərpaçı. Fikir verin, belə bir qiymət sözdə. Möhtərəm prezidentimizin o iştirakı, Mehriban xanımın gəlişi həqiqətən bir ruh yüksəldi. Mənə elə gəlir ki, Ağdam cəmaatından çox heç bir cəmaat prezidentimizi bir elə sevmir. Mehriban xanım bir elə sevmir. Öyle bir təntənə var idi. Mən mənliyimlə yaxınlaşıb görüşə bilmədim. Deyəm ki, bir şəkil çəkdirək. Bilirsiniz, yəni ki, o qədər insanlar coşquluydu, həvəsliydi, sevinçliydi. Bu elə-belə söhbət deyil də. Bu çətin bir vəziyyətdən çıx, müharibədən çıx, öz hesabına bütün bunları bərpa elə. Orada nümayəndəlik güclü işləyir. Polis çox dəqiq işləyir. Məsələn, görmüşdük də əvvəllər işğal olunan yerlərdə talançılıq var idi, maradiyorluq var idi. Amma orada dəqiq postdan keçsən, mədəni yaxınlaşır polis, sanki böyük bir şəhərdə
Saprovajdeyn, o müşayiət eləmək, zat hamısı. Bakıdan müşayiət elədilər biz sakinləri. Bax, orada Xəqani müəllim vardı, Ağdam İcra Hakimiyyətinin nümayəndəsi. Düz 2 dəfə bizə, məsələn, çay stolu, sonra oradan şam yeməyin Bakı İcra Hakimiyyətinin başçısı özü əvvəldən axıra qədər bizlə oldu. Hamını yerləşdirmək var idi, gecələmək var idi, yatmaq, bütün bunlar hamısı işləridir. Və eyni zamanda zalda böyük bir səliqə-səhman vardı, böyük bir xidmət vardı. Onda həmən Ağdam nümayəndəliyi Emin müəllimin əməkdaşları, hansı ki, çox dəqiq yerinə yetirdi. Sadir müəllim, həm də bu görüşdə bir nüans da vardı ki, çox maraqla qarşılandı bildiyiniz kimi və Ağdamdan olan bizim sənətçilərimizin elə Ağdam torpağında muğamımızı ifa eləməsi. Bax, o da bir fərqli ab-hava qatdı. Mən elə onu demək istəyirəm ki, ən dəyərli sənətkarlarımız oradaydı. Çox gözəl musiqi proqramı vardı. Hətta prezidentimiz kövrəldi. Getdi o balaca uşaq, 9 yaşlı uşağı, o Qarabaş qəssəsini oxuyan. Orada da onların adını hamısını çəkə bilmərəm. Çoxdular, maşallah. İncəsənət xadimləri çox yüksək səviyyədə konsertlər, sanki bu dünyada o görünməyən bir işidir də. Həm belə bir çətinliklərə, bu vəziyyətdə belə bir təntənə ilə açılışlar eləmək, bu çox gözəldir. Sağ olsun bizim incəsənət xadimləri. Orada tanınmış da bizim var idi da Ramiz Quliyev, Fərhad Bədəlbəyli, Anar müəllim oradaydı. Sonra orada bizim yaxşı Aygün Bayramov var, Nəzakət xanım var idi, Səbuhi İbayev, Elnur Zeynalov. Bu hamısı göründü də, hamısını sayıb qutara bilmirəm. Ona görə də mən istəyirəm ki, onlara da bir təşəkkürümüzü bildirək. Həqiqətən bayram əhval-ruhiyyəsi vardı Ağdamda. Çox böyük bayram əhval. Bizim muğamımızın elə Ağdam torpağında səslənməsi illərdən sonra. O səslər orada çıxır. Bəli. O səslər həqiqətən orada çıxır. Çünki harda baxırsan, bəlkə də onlar Bakıda həmən konserti versələr, o səslər belə səslənməzdi. Amma Ağdamın havası, suyu, ab-hava, prezidentimizin yaratdığı bax bu şərait çox sağ olsun. Mən çox sevinirəm və indi ömrümüz imkan versə Ağdamda yaşamağa yaşayacağıq. Hələ bizim kəndin adını tutmurlar. Göytəpə kəndi var, mənim ata-baba yurdum. İndi o da görək, Allah qoysa yəqin o da olur. Təbii ki, bütün işlər bildiyiniz kimi ardıcıl surətdə, mərhələli formada həyata keçirilir. Çünki biraz öncə də biz qeyd elədik, 2020-ci ildən bəri, yəni bu 5 il ərzində qısa zaman kəsiyində bərpa və quruculuq işləri həyata keçirilir, amma sürətlə həyata keçirilir. Artıq bizim sakinlərimiz öz doğma torpaqlarında məskunlaşıblar, orada təhsil alırlar, orada çalışırlar. Yəni Qarabağ və Şərqi Zəngəzur öz sakinləri ilə xoşbəxtdir, öz vətəndaşları ilə xoşbəxtdir və siz də bir daha gedib bunun şahidi oldunuz, həm də öz doğulduğunuz torpaqda. Ümumiyyətlə, Sadir müəllim, istərdim, biz təbii ki, gözəlliklərdən danışırıq, biz bərpadan, quruculuqdan danışırıq, yenidən qurmadan danışırıq. Çünki bizim missiyamız, elə biraz öncə də biz bunu qeyd etdik, çünki o torpaqlar bizim torpaqlar olub. Ona görə də biz missiyamızı uğurla, şərəflə həyata keçiririk. Amma bir məsələ var. Təbii ki, biz heç bir zaman erməni vandalizmini unuda bilmərik. Onlar bizim torpaqlarımızda daşı daş üstündə qoymamışdılar. Bizim tarixi, mədəni, dini abidələrimizi məhv eləyiblər. Erməni vandalizmi ilə bağlı istərdim bir daha sizlə bu barədə danışaq. Beynəlxalq ictimaiyyətə bu cür məsələlərin təqdim olunması ilə bağlı hansı addımlar atmalıyıq? Çünki biz bunları unuda bilmərik. Onların xarabalığa çevirdiyi yerdə biz Gülüstan yaratmışıq. Həmin yerləri Gülüstana çevirmişik. Amma dediyim kimi o vandalizm əməlləri də unudulmamalıdır. Tamamilə doğrudur. Demək olar ki, birinci udarı o vaxtlar 2020-ci ildə möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən beynəlxalq kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrlə BBC-nin müxbiri yadınızdadır, onu necə yerində oturtdu, erməniliyi məhv elədi. Onların iç sifətini açdı. İkincisi, bunu necə unutmaq olar? Təkcə Ağdamda 1871 nəfər yetim uşaq qalıbdır. Fikir verin. Görün nə qədər bizim 105-dən artıq bizim mədəniyyət ocaqlarımız gedibdir. Görün nə qədər bizim orada tikinti mühəndis, nə qədər sonra səhiyyət, bütün bunları unutmaq olmaz. Bunları da Xocalı'nı da unutmaq olmaz. Xocalı kimi soyqırım 20-ci əsrin ən
belə necə deyərlər, vahiməli bir soyqırımıdır ki, dünya artıq buna görə də bunu unutmaq qeyri-mümkündür. Məsələn, mənim bir 4 qohumum var, hansı ki şəhid olubdur. Bilirsiniz, eləcə də digər vətəndaşlarımız. Ağdam isə bu barədə çox ziyan çəkdi. Çünki Ağdamda yaranmış o gözəllik, onu vaxtilə Ulu Öndər də dedi ki, Ağdam gözəl şəhərdir, Ağdam Qarabağ. Bugün də prezidentimiz bu çıxışda da dedi. Özü də nə cür bağladı çıxışın, dedi ki, yaşasın Ağdam, yaşasın Azərbaycan. Bu nə deməkdir? Deməli, bu Ağdam həm böyük dayaqdır Qarabağ üçün, həm nümunədir, düşmənlərimiz görür, xarici düşmənlər də görür və bu tikinti işləri, bərpa işləri getdikcə dünya artıq şahid olur ki, gör ermənilər nə qədər vandallıq törədiblər. O binaları söküb səngərlər düzəldiblər, daşıyıblar. Ağaçların nə günahı var idi? O ağaçların, Ağdam çox yaşıllıq bir şəhər olubdur da. O ağaçları niyə siz kökündən kəsmişsiniz? Sanki xarabalığı, ona görə də Xerasim adlandırmışdı. Mən buradan belə öz təşəkkürümü bildirirəm. Bax, şəxsən bizim İlham Əliyev prezidentimizə, Ali Baş Komandan kimi. Artıq Amerikalılar deyir ki, İlham Əliyev bizim prezident olaydı. Amerikada səslənir bu. Avropa sevir bütün İlham Əliyevin bu şücaətin, bu hünərin. Əlbəttə, qazilərimiz, Allah can sağlıq, şəhidlərimizə ordunu idarə eləmək lazımdır. Ordu var idi da, hər dövrdə olubdur da ordu, düzdür. Ancaq onu idarə edib, ona sərkərdəlik eləmək. Bax, bütün onun nəticələridir ki, Ali Baş Komandanın rəhbərliyi altında biz deyirdik ki, dizimizdik, bəli, qələbə çaldıq. İndi artıq bərpa qələbəsi gedir, tikildi. Sürətlə qalxdım Xankəndinə, Qarabağ Universiteti, orada da bərpa işləri gedir. Şuşada böyük bərpa işləri, bu dəfə Şuşaya gedə bilmədim. Sözün düzü vaxt imkan vermədi. Amma orada mən görmüşəm, olmuşam bir neçə dəfə. Bu bərpa çox çətin bir proses gedir. Ancaq çox gözəl və tezləşdirilmiş. Nümayəndəliklər yaxşı işləyirlər. Polisin qüvvəsi orada çox güclüdür. Əvvəlki o dövrlərlə müqayisədə, indiki dövrü də müqayisə eləmək üçün belə deyək, təcrübəniz var. İstərdim elə bunu da, bu müqayisəni də aparasınız. Yəni, bugün Qarabağ və Şərqi Zəngəzur fərqli formada bərpa olunur, fərqli formada qurulur. Yox, bilirsiniz necədir? O vaxt ki, o vaxtları axı Azərbaycan parçalanırdı, o vaxtları rəhbər yox idi. Artıq az qalmışdı xanlıqlara. Şimalda Sadval, solda nə bilim Muğan Respublikası, bu tərəfdə başqa bir qruppa, Bakının özündə silahlı adamlar maşının içərisində ora-bura gedir, öz başınalığıdır, əhalini bir yer, onu heç müqayisə eləməlidir. Ancaq bugün hər şey nəzarətdədir, hamı da icraçılıqla məşğuldur. Ona görə də onun müqayisə olunması deyil keçmişlə. Bugünkü idarə etmə hapsim demək olar ki, tam yüksək səviyyədədir. Özü də orada o seçilən o insanlar ki var, işləyirlər gecə-gündüz, gecə iş gedir, gecə səhərə qədər iş gedir. Mən çıxırdım balkona, yatmam gəlmirdi, çünki Ağdam havası. Çıxıb baxırdım, görürdüm ki, axı orada traktor işləyir, texnika işləyir, kran qaldırır, gecə saat 3, 4. Bax, bunlar hamısı proseslərdir. Hansı həvəslə əhali yanaşır ona. Ona görə də prezidentin orada səlahiyyətli nümayəndələrinin nəzarəti güclüdür. Bilirsiniz, giriş-çıxışın özü çox diqqətli və mədənidir. Yəni ki, yüksək səviyyədə. Sadim, mən sizə təşəkkür edirəm. Təbii ki, doğma torpağı belə daha da inkişaf edən görəndə, orada yenidən qurmanın, bərpa və quruculuğun yüksək səviyyədə aparıldığını görəndə adam doğrudan da elə öz torpaqlarına gedib orada yaşamaq istəyir və Allah sizə ömür versin və siz də öz Ağdamınızda gedib yaşayasınız. Təşəkkür edirəm sizə. Məndə bir ruh yüksəkliyi yaranıb. İndi gedəcəm auditoriya universitetə və orada tələbələrlə də danışacağım bütün bunları ki, möhtərəm prezidentimiz hansı proqramı qoyub və hansı proqram icra olunur. Çox şükür bugünə artıq mənim başqa bir nastroy ilə əmələ gəlir. Təşəkkür edirəm sizə. Çox sağ olun Sadir müəllim. Belə bir daha xatırladım ki, qonağım hərbi ekspert Sadir Məmmədov idi.